Gözəl qardaşlar, türk qardaşlarım, mən Azərbaycanın vətəndaşı olaraq bugün Amsterdamda bu Uyğur qardaşımın protestosuna qoşularaq, onun boykotuna qoşularaq, onu demək istəyirəm ki, öz türk qardaşlarıma və təbii ki, bu hər kəsə məlumdur, dünyaya məlumdur, amma bunu daha da genişləndirmək, səsi daha da yaymaq üçün Çin dövlətinin Uyğur qardaşlarımıza etdiyi soykırım məsələsidir və bu məsələdə onlar Uyğur qardaşlarımızı Çinliləşdirərək, müəyyən üsullardan istifadə edərək, onları, uşaqları ailələrindən ayıraraq, onları müxtəlif kamplarda yerləşdirərək, orada öz adət-ənənələri və öz dinlərinə uyğun yetişdirərək Çinləşdirir və Uyğur qardaşlarımız var ki, 3 milyondan artıq Uyğur qardaşlarımız kamplarda, yəni saxlama yerlərində yığılıblar. Yəni onlar öz ailələrindən ayrı düşüblər. Həmçinin Avropaya yayılmış Uyğur qardaşlarımız var ki, onlar heç bir ailə üzvləri ilə əlaqə saxlaya bilmirlər. Mən dostlarımla, qardaşlarımla, bütün türk dünyasından xahiş edirəm. Bu cür videoları, bu cür çəkilişləri yaysınlar. İstər Facebook şəklində, istər LinkedIn'də, istər Twitter'də. Yəni bunu daha da genişləndirsinlər və dünya ictimaiyyətinə çatdırsınlar. Mən bir daha qardaşlarımdan xahiş edirəm ki, bunlara, yəni Çin dövlətinin Uyğur qardaşlarımız üzərində etdikləri zülmləri dünyaya çatdırsınlar. Təbii ki, plan böyüdür. Plan Uyğur qardaşlarımızdan sonra əgər onları dəf eləyə bilsələr, Orta Asiya, sonra Xəzərin digər tərəfi və türk dövlətləri, bütün türk dövlətləridir. Yəni bunu paylaşmaqda sizlərdən artıq dərəcədə xahiş edirəm. Allah köməyiniz olsun.